Bugün öz-özümə oturub yeganə düşündüyüm bir şey var idi ki, görəsən niyə mən əvvəl 42 kiloydum, ailə qurandan sonra isə artıq 70 kiloya çatmışam. Əvvəllər evimizdə olanda əlimi ağdan qaraya belə vurmayan insan idim. Yeyib içib boşqabım belə stolun üstündə qalıb gedib yatan adam idim. Onda 42 kiloydum, amma hal-hazırda bir stəkan çayımı belə oturmağa vaxt tapıb içə bilməyən insan, ayaq üstə çayını buz kimi vəziyyətdə içən insan olmuşam, amma kilom günü-gündən artmağa başlayıb. Bunu isə bu günlərimə bir xanımın yazdığı rəydə fərqinə vardım ki, artıq mən çox kökəlmişəm. Siz neçə kilosunuz? Rəy bölməsinə mütləq yazmağı unutmayın. Və həqiqətən də bu belədir. Sanki insanın qayğıları, insanın belə deyim, işləri, gücləri, belə deyim də, yəni sizə necə başa salım, öhdələndiyi insanlar çoxaldıqca onun kilosu da artırmış. Halbuki mən günorta yeməyini axşam yeməyini səhər yeyən insanam. Amma ki, niyəsə kökəlirəm, bilmirəm havadandır, ya sudandır, ya evdəki vəziyyətdəndir, amma nədəndir, heç onu da özüm bilmirəm. Siz də rəy bölməsinə kilovuzu mütləq yazmağı unutmayın. Əsas odur ki, qızlar, zarafat bir yana, canımız sağlam olsun. Kiməsə görə gözəl görsənmək, kimdənsə ötəri arıqlamaq, kimdənsə ötəri kökəlmək, bunlar boş bir şeylərdir. Həyatın dadını çıxardın. 3 günlük dünyadır. Bugün var, sabah yox, sabah kimin başına nə iş gələcək, heç bilmirik. Yeyin, için, keyf edin. Və kimlər evdən oturub pul qazanmaq istəyirsə, mütləq mənim əlaqə nömrəmə yazmağı unutmayın. Hər dəfə deyirsən, harda işləyirsən. Valla o sualı yazmaqdansa bir dəfə nömrəmə yaz, iş haqqında məlumat vereyim. Sən də